Bir alim deyir ki, bir nəfər gəlmişdi mənim yanıma, Allahın inkarına dəlillər gətirmişdi. Allah yoxdur filan səbəbdən, filan səbəbdən, filan səbəbdən. Dedim ki, gəl mən neçə dənəsini də mən əlavə edeyim sənə. Çünki sənin təsəvvüründə olan Allah da oradan da yox. Sənin təsəvvüründə olan Allah da oradan da yox. Allah belə bir varlıq deyil ki, onda şəkk eləyəsən. Bu sözü yaxşı açmaq lazımdır. Allah elə bir varlıq deyil. Nəyəsə şəkk elədinsə Allah deyil. Şübhə elədinsə Allah deyil. İzah edeyim görüm, izah eləyə bilirəmmi? Allahı gəlin, bax qulaq asın mənə. Allahı özümüz vasitəsilə tanıyaq. Allahı özümüz vasitəsilə tanıyaq, yəni özümüzə baxaq. Özümüzə baxdıqda, bu fəlsəfə dərsi deyil, amma da girişmişik mövzuya gələcək. Özümüzə baxdıqda ilk başa düşdüyümüz nədir? İlk başa düşdüyümüz varlığımızdır. Özümüzə baxdıqda başa düşürük ki, biz varıq. Mən varam. Mənin dəllə ehtiyacı yoxdur. Dedim mi, Allahın dəllə ehtiyacı yoxdur. Allahda şəkk olunmaz. Elə deyil ki, hardan başlayırıq? Məndən. Mənim dəllə ehtiyacı var, mən varam. Və yaxud da mənə şəkk eləmək olar. Bəziləri eləyib, amma da mənə hər şeyə də şəkk eləsin, mən varam. Mənə şəkk eləmək olmaz, düzdür? Özün haqqında ilk mərifət budur ki, mən varam. Gözü yum, heç nə görməsən varsan. Elə deyil, sən varsan.